dünyada böyük hədəflər uğrunda rəqabət daha azdır, nəinki kiçik hədəflər. Neçə insan milyarder olmaq istəyir? Neçə insan dünya yaddaş çempionu olmaq istəyir? Mənim neçə rəqibim var dünyada? 50 nəfər, 30 nəfər. Mən neçə milyarddan girdim ilk 30 arasına artıq. Deyə bilərsiniz ki, bu daha çox məşq tələb edir, eləsin də, axı motivasiyam da yüksəlir. Çünki rəqiblərim də azdır. Əlbəttə ki, və deyək ki, Azərbaycanda kvant fizikası üzrə ekspert olmaq istəyirəm. Mənim hansı sahədə rəqabətim çoxdur? Gedib bir satış meneceri olmaq, yoxsa kvant fizikası üzrə ekspert? Əlbəttə ki, satış meneceri. Yəni əslində böyük hədəf həm də rəqiblərini azaltmaq deməkdir. Mən dünya yaddaş çempionatında, sonuncu çempionatda bəlkə də 5 nəfərə mən tam əmin deyə bilərəm ki, 4-5 nəfərin dünya yaddaş çempionu olmaq fikri var idi. Məşqlərini ona uyğun qurmuşdular. Və mən nəyə müşahidə etmişəm? Yəni onlara inanmırdılar ki, ola bilərlər də. Mən nəyə müşahidə etmişəm? Və belə düşünün. Deyək ki, yəqin dostlarınızın arasında da var. Kimsə bir şirkətdə maaş alır 1000 manat. Deyir, rəhbərlik mənim maaşımı qaldırmır 100 manat, 150 manat. Siz fikir verin, o insan neçə ildə danışır. Və heç vaxt o maaşı qalxmır. Qalxanda da gücündən qalxır. O kiçik hədəfdir. Amma həmin adam bəlkə 5000 manat hədəf götürsəydi, indiki dövrdə internetdə biznes qurmaq, dizayn biznesi qurmaq şansları var da, yəni hər bir insan hərənin öz sahəsində.